Zınqrovlu ilanın təhlükəli silahı. Səsi və görünüşü ilə olduqca qorxunç bir canlı olan zınqrovlu ilanın başının ön hissəsindəki üz çuxurunda yerləşən temperatura həssas reseptorlar ətrafdakı ovun bədən temperaturlarından qaynaqlanan infraqırmızı şüanı hiss edir. İlan eyni zamanda qoxu orqanı olan haçalı dili ilə ətrafı yoxlayır. Bu iki xüsusiyyəti sayəsində qaranlıqda yarım metr irəlidə hərəkətsiz dayanan sincabı hiss edə bilir. Ovun yerini dəqiq müəyyən edən ilan sakitcə ona yaxınlaşır və boynunu yay kimi gərərək sürətlə ovun üzərinə atılır. İlanların ovu zərərsizləşdirməkdə istifadə etdiyi ən böyük silahı olan zəhər dişlərinin uzunluğu 4 cm-dir. İçərisi oyuq olan bu dişlər zəhər vəzlərinə bağlıdır. İlan sancdığı anda bəzi əzəlləri sıxılır və zəhər əvvəlcə diş kanalına, oradan da təzyiqlə ovun dərisinin altına püskürdür. Bir canlının başqa bir canlını zəhərləyib öldürə bilməsi həqiqətən də heyranedici xüsusiyyətdir və təkamül nəzəriyyəsi ilə heç cür açıqlana bilməz. Çünki belə mürəkkəb sistemin işləməsi üçün canlının içi oyuq zəhər dişləri, bu dişlərə bağlı zəhər vəzləri olmalı, vəzlərin içində düşməni iflic edə bilən güclü zəhər əmələ gəlməli və ovu sancdığı anda bu sistemi hərəkətə keçirən refleks yaranmalıdır. Bircə hissəsi belə olmadan işləməyən bu sistem, yer üzündəki ilk zınqrovlu ilanın təkamül keçirmədən bugünkü mükəmməl şəkli ilə ortaya çıxdığını, yəni Allah tərəfindən yaradıldığını göstərir.